Herkese salam. Bugün sinonimlərdən izahlar öyrənəcəyik. Ola bilsin ki, antonim də bu videonun içərisində oldu. Əgər ki, video çox qısa alınsa, o zaman ikisini birləşdirib bu videonun içində çəkəcəm. Yox, əgər uzun olsa, növbəti videomuz antonim haqqında olacaq. Gəlin bir baxaq. Biz buradan suallara baxacağıq. 38-ci suala baxırıq. Burada bizə deyir ki, sinonimi ver və receive sözünün sinonimini istəyir. Qəbul etmək deməkdir. Qəbul etmək. Bu arada, əgər ki, siz sinonimləri haqqında narahatsızsa, necə öyrənmək lazımdır bilmirsinizsə, birincisi, lüğət haqqında bir videom var. Gedib ona baxmalısınız. İkincisi, Telegram kanalımın linki bu videonun açıqlama hissəsində olacaq. Daxil olursunuz mənim Telegram kanalıma. Ümumiyyətlə, mənim Telegram kanalım çox zəngindir. Həm lüğətlər, həm sinonim, antonim, PDF axtarsanız tapacaqsınız. Bu şəkildə. Və həmin o PDF-lərdən istifadə edərək tam şəkildə demə hazırlaşa bilərsiniz. Ki, onu deyə bilərəm ki, siz sadəcə olaraq toplunu götürsəniz, öyrənsəniz, fərqi yoxdur 2025-in toplusu, 2023-in toplusu, heç bir fərqi yoxdur, ikisi də eyni şeydir. Hansı olur olsun, götürüb onunca işləsə sizin üçün kifayət eləyəcək. Receive qəbul eləmək deməkdir. Nəyisə əldə eləmək deməkdir. Məsələn, deyirəm ki, I received a present from you. Səndən bir hədiyyə qəbul elədim. Yəni, sən mənə hədiyyə verdin, mən də sənin hədiyyəni aldım. Bu şəkildə məna verir. Yəni, aldım deyəndə, məsələn, burada pulla verib almadıqda, başa düşdünüz. To purchase olanda to buy ilə sinonim olar. Ki, pulla verib alırsınız da bu baxımdan. Ona görə purchase sözünü götürmür. Sən göndərmək deməkdir. Open açmaq deməkdir. To pack isə package sözü buradan yaranır. Yəni, paket. Paketkalamaq, yəni nəyisə qablaşdırmaq bu mənaya gəlir. To get isə nəyisə əldə eləmək mənasına gəlir. Burada olacaq bizim üçün Y variantı. Cümləni tərcümə eləyək. Ümumiyyətlə çalışın ki, topluda nəyisə işləyəndə və yaxud da ki, sınaq işləyirsiniz, qrammatikası işləyirsiniz, fərqi yoxdur. Çalışın ki, onu tərcümə eləyən ki, İngilis dilinə bir aşinalığınız yaransın da. Yəni, məsəl üçün, artıq yavaş-yavaş zamanla elə bir vəziyyətə gələsiniz ki, İngilis dilində oxuyanda heç Azərbaycan dilinə ehtiyacınız olmasın. Ya da ki, bəlkə bilmirəm, indi Rus sektorısızsa, Rus dilinə ehtiyacınız olmasın sizin. Sadəcə olaraq İngilis dili sizə bəs eləsin. Çünki çoxu insan oxuyur üzündən, amma başa düşmür. Bunu ən çox mən listeningdə deyirəm, eləyin. Listeningdə oturanda siz hələ ki İngilis dilində təzəsizsə, oxu, onu bir başa düş. Yəni, bu da sənə kömək olan şeylərdən birisidir. Bir çox taktikalar var, ancaq bu da onlardan birisidir. Yəni, bəzi yerlərdə köməyə gəlir bu şəkildə. Go over there, ora get. Düz ora get. Go there, ora get, over there. Da eyni anlama gəlir. Hətta biz over sözünü deməli over there sözünü ya da ki there sözünü görəndə həmişə götürürdük. That and those götürürdük. Çünki ora uzaq göstərir. Əgər bizə here ya da ki over here verərsə, o zaman this and the this and these işlədəcəyik. Yəni ki, parcel, go over there to receive the parcel. Bağlamanı, poçtadan bir bağlama gəlib. Onu əldə eləmək üçün ora get. Sonra nə izah edəcəyik? Bax, 45-ci sual, maraqlı sualda. Burada bizim üçün deyir ki, dull sözünün sinonimini ver. Dull sözü sıxıcı deməkdir və burada boring ilə sinonim olacaqdır. Boring sözü to bore sözündən gəlir və boring, yəni ing ilə verəndə cansız aid olurdu. Yadınıza gəlir, adjectivə keçirik. Və bored olanda isə insanlara aid olurdu, edilən olanda. Adjectivlərə aid olan qaydadır bu.
sifətin qaydasıdır. Calm sakit deməkdir. Bunun sinonimləri still. Bəli, still həm hələ də deməkdir, yet ilə sinonim olur. Həm də ki, sakit mənası var. Silent, quiet bu şəkildə olacaq. Happy isə xoşbəxt deməkdir. Burada joyful sözü ilə sevinçli deməkdir. Happy isə xoşbəxt deməkdir. Bunları sinonim götürə bilərsiniz. Cheerful deyə bir söz var, onu götürə bilərsiniz. Bunu götürün, buludur. Bu C, H, E, E, R, F, U. Xəttim normal deyil, ona görə belə eləmək oldum. Yəni bu şəkildə götürmək olar. Bunlar da getdi. Funny isə gülməli, əyləncəli deməkdir. Comedic, humorous, comic and ridiculous sözləri sinonim olacaq. Bunu B variantı getdi, burada A variantı olacaq. Burada dim sözü yazmışam. Dim nə deməkdir? Dim sözü dal sözü ilə sinonim kimi götürülür. Ancaq dal sözü həm sıxıcı mənasını verir, boring. Həm də ki, nəsə belə tutqun olan bir sönük, tutqun olan şey hava dumanı olur. Dumanı demək deyil, foggy demək deyil. Sönük mənasına gəlir və o baxımdan da dim sözü ilə sinonim ola bilər. Və dim sözü to dim fe'l formasında da istifadə edilə bilər. Dumanlanmaq, bulutlanmaq belə bir mənaya gəlir bu şəkildə. Bəli, dim biraz negativ səslənən bir sözdür. Necə də dim ilə uyğun gəlir, deyilmi dostlar? Gəlin indi 65-ə baxaq. Yenə də buradan bizdə sinonim istəyir. Bir dənə fikir versəndən altına xətt çəkilmiş şeyin sinonim istəyir. Underlined word. Bunun sinonimi. Went up. Düzdür. Bu söz nədir? Bax, ingilis dilində əgər ki verb üstünə gəlsin preposition. Bunu hər videomda demək olar deyirəm. Yenə də burada da deyəcəm. Bu videomun onun reklamını eləməliyəm. Prepositionu çoxu insan elə bilir ki əzbərdir, ancaq ki bu elə deyil. Əgər siz elə fikirləşirsiniz ki preposition əzbərdir, o zaman getməlisiniz, mənim preposition videoma baxmalısınız. Kanalımda ən çox izlənən video onun izahı olan videodur. Əgər ki fe'l ilə preposition birləşirsə, o zaman burada nə olmuş olur? Bu phrasal verb olmuş olur. Went up, indiki zamanı çevir, go up deməkdir. Fikir ver. İndiyək ki sən sözü bilmirsən də, indi sözü nətər tap, nətər gətir onu göstərirəm. Go nə deməkdir? Getmək, up nə deməkdir? Yuxarı. Yuxarı gedirsə nə oldu? Qalxdı. Düzdür. Qalxmaq sözündən sinonim nədir? Rise. Bunun da keçmişi rose olacaq. Burada olur C variantı. Gəlin digərlərini izah edək. Went down. Down da aşağı deməkdir, up yuxarı deməkdir. Bunlar necə sinonim olsun? Went away, bu artıq sənin üçün necə deyim də belə istiqamət göstərirdi ki, uzağa getdi. Burada deyir yuxarı getdi. Nə əlaqə? Turn down. Turn down azaltmaq deməkdir. Deməli, sən əgər ki bunu antonimini yazsan, turn up isə çoxaltmaq deməkdir. Nə səsini azaltmaq, nə səsini çoxaltmaq. Raise isə, to raise isə böyütmək deməkdir. Yəni, böyütmək deyil də, nə isə qaldırmaq mənasına gəlir. Maraqlı bir hissədir. Deməli, iki söz oldu bizim üçün əsas. To rise sözü, bir də ki, to raise sözü. Nə deməkdir? Bu çox rahat bir sözdür. Yadınıza saxlayın. To rise sözü qalxmaq deməkdir. Yəni, sən özünə qalxırsan. Bu öz-özünə baş verən bir şeydir. Sən özün qalxırsan. Düzdür? Sən isə I rise. Mən qalxıram. Amma burada hətta belə deyim, bundan sonra objektə ehtiyac yoxdur. Məsəl üçün, rise sözündən sonra. Çünki tamamlıq niyə verəsən ki ondan sonra? Sən məsələn, indi qulaq as, raise sözü nə deməkdir? Qaldırmaq deməkdir. Qaldırmaq, nə isə artırmaq. Yəni, kimsə nə isə eləyir. Ya da ki, nəsə nə isə eləyir. Ona görə də məsələn deyirsən ki, I raise, mən qaldırdım, sonrasını gözləyirsən. Yəni, bu özünə sonra object istəyir. Amma digərində elə deyil. Gördün?
Bu şəkildə. Burada da deyir ki, yuxarı qalxıb, yəni öz-özünə baş vermiş olan bir şeydir. Yəni burada olur rose sözü. Burada deyir ki, after the third bell, the rain actually rain nədir? After the third bell, the curtain went up. Burada görəsən nə demək istəyir? Burada deyir ki, 3-cü zəngdən sonra pərdə qalxdı. 3-cü zəngdən sonra pərdə qalxdı. Bu şəkildə. Bu cümlədə nəyə görə belə bir nümunə verib bilmirəm. Nəyi demək istəyir? Bilmədim, ancaq yəni tərcüməsi belədir. Biraz məntiqsiz cümlə kimi səslənir. Məntiqini tutmadım. Nədir? Nəsə olsa ki, bizə lazım deyil. Orada nədən nümunə deyir? Məsələn, öz həyatından da nəyisə nümunə demiş ola bilərdi. Bizim üçün o vacib deyil. Əsas başa düşmək və testimizi həll elədik. Bizə də lazım olan bu idi. Burada bizim üçün deyir sinonim tap yenə də maraqlı. Burada biz fire sözünü görürük. Hardan gəlir? To fire'dan gəlir və fire sözünün bir neçə mənası var. İndi izah edəcəm də gəlin birinci burada. Fire ateş deməkdir. To fire isə ateş açmaq deməkdir. Və sən burada görürsən ki, keçmiş zamanda verilibdir. Ona görə burada Y variantı olacaq. Niyə? Bu keçmiş zamanda da shot. Feilin ikinci formasındadır. Feilin birinci formasında isə bu belə olur. Ateş açmaq deməkdir və to fire sözü ilə to shoot burada sinonim olur. Fought isə fight sözünün keçmiş zaman formasıdır. Döyüşmək deməkdir. Beat vurmaq deməkdir. Fell fall sözünün keçmişidir. Düşmək deməkdir. Shout isə shouted sözü shout sözündən gəlir. Qışqırmaq, bağırmaq deməkdir. Burada olur Y variantı. Deyir ki, dənizçilərdən birisi ateş açdı və güllə ayının pəncəsinə dəydi. Bu şəkildə bizə deyir. Mend sözü var burada. Təmir etmək deməkdir. Repair sözü ilə, to fix sözü ilə sinonim ola bilər. Utilize sözündən to use istifadə etmək sözü sinonim olur. Belə. Maraqlı bir sualdır. Deyir ki, correct pairs of synonyms. Sinonimlərin düzgün cütünü seç. Bax, birincidə improve. Nəysə inkişaf elətdirmək deməkdir. Nəysə yaxşılaşdırmaq deməkdir. Decrease isə azaltmaq deməkdir. Improve sözünə sinonim olacaq. To develop və decrease sözü üçün bunun antonimini verə bilər. Məsələn, to increase belə. Improve sözü üçün məsələn, definition kimi verə bilər, suallar sola bilər. To make something, sımıtığı, yəni something nəyisə better. Yəni, belə mənalar verir bu şəkildə. Burada 2 ilə 3-dür. Niyə? Çünki spread yaymaq deməkdir, circulate də yaymaq deməkdir. Bir dənə fərqi var. Məsələn, circulate daha çox belə məlumatı yaymaq deməkdir, xəbəri yaymaq deməkdir. Bu mənalarda istifadə olunur. Spread isə ümumidir. Hər şey yaymaq ola bilər. Hətta məsələn, çörəyin üstünə belə bal yayırsınız, ya da ki, çörəyin üstünə yağ yayırsınız. Orada belə bu istifadə ola bilər. Yəni, 2 doğrudur. Claim ən çox iddia etmək mənasında istifadə olunur. Amma burada claim sözünün həm də başqa bir mənası var. Nəyisə istəmək, nəyisə tələb eləmək mənasındadır. Demand isə yenə də nəyisə istəmək, nəyisə tələb eləmək. Demand sözünün sinonimi nə idi? Bir dəfə keçmişdik, bir dəfə yox, bir çox dəfə to require. Bir çox videolarda da demişəm. Ruin nəyisə dağıtmaq deməkdir. Dostluğu dağıtmaq ola bilər. Nəyisə xarabalığa çevirmək ola bilər. Construct isə to construct. Nəyisə qurmaq deməkdir. Yəni, biri dağıdır, biri qurur. Yəni, bu sinonim deyil. To construct sözünün sinonimi nə idi? To build.
və building sözü ilə construction sözü sinonimdir. Bina deməkdir bunlar. Bunlar bina deməkdir. Bina ilə apartment sözünü səhv salmayın. Apartment ilə flat mənzil deməkdir. Mənzil evi. Bu şəkildə. Bir də ev deyəndə home, bir də house. House daha əsasən ikisi ev deməkdir əslində. Yəni bir fərq yoxdur. Amma daha çox istifadə olunma soruşsaz, house daha böyük evlər üçün istifadə olunur. Home isə daha kiçik evlər üçün istifadə olunur. Yəni mənzil evi kimi. Amma belə ikisi ümumi olaraq ev deməkdir. Yəni çox da bir fərqi yoxdur. Bunun prepositionlarını yadımıza salaq. Tez istifadə olunur. Dimdə də at home olanda at olacaq. House olanda in the house olacaq. Bu şəkildə. Məsələn, burada da başqa sözlər görürsünüz. Əgər ki, buradakı sözlər to occupy, to invade deməkdir, to capture deməkdir, to catch deməkdir. Nəyisə işğal etmək, nəyisə tutmaq mənasına gəlir. Bu şəkildə. Belə burada da bəzi müəyyən sözlər yazmışam, maraqlıdırsa öyrənə bilərsiniz. Məncə bu video burada dayansa yaxşı olar. Dərslərimə də qatılmaq üçün burada gördüyünüz nömrə ilə əlaqə saxlayıb buraxılış dərslərimə yazıla bilərsiniz. Həm buraxılış ingiliscəsi müəllimiyəm, həm də ki General English müəllimiyəm. Bu şəkildə əldə edə bilərsiniz. Yazın, WhatsApp-a cavab veriləcək sizə. Bu şəkildə. Video burada bu qədər. Növbəti videomuz antonimlər haqqında olacaq. Sağ olun, özünüzə yaxşı baxın.